Son zamanlarda pambıqçılıq sahəsi hər zaman ölkə iqtisadiyyatının vacib bir hissəsi olmuşdur. Bu sahədə fəaliyyət göstərən fermerlərin əziyyəti danılmazdır. Onlar günəş altında çalışaraq bu qiymətli məhsulu istehsal etmək üçün böyük zəhmət sərf edirlər. Lakin qeyri-adi olaraq son dövrlərdə fermerlərin qarşısında bir sıra çətinliklər ortaya çıxıb. Su resurslarına çıxışın məhdudlaşması onların işini daha da çətinləşdirir. Cənab Prezidentimizin sahibkarlıq inkişafına dair irili xırdalı bir çox sənədləri, qərarları və təşəbbüsləri olsa da, bunların düzgün icra olunmaması fermerləri düşündürən bir məsələdir. Xüsusilə Qaradolaq, Afşar və Xocamənd kəndlərində qeyd olunan su çatışmazlığı bu fermerlərin istehsalına əhəmiyyətli dərəcədə mənfi təsir edir. Su pambıqçılığın əsas tələblərindən biri olduğundan, onun olmaması istehsalın azalmasına və nəticədə kənd təsərrüfatı sahəsindəki fəaliyyətlərin geriləməsinə səbəb olur. Bu vəziyyətdə fermerlərin diqqət və qayğıya ehtiyac artır. Onların etdiyi zəhmətin dəyərini anlamaq dövlətin məsuliyyətidir. Yalnız icra hakimiyyət orqanlarının Cənab Prezidentimizin qərarlarını lazımi şəkildə həyata keçirmələri nəticəsində bu kəndlərdəki fermerlərin daha yaxşı şəraitdə fəaliyyət göstərə biləcəyini təmin etmək mümkündür. Nəticədə Qaradolaq, Afşar və Xocamənd kəndlərindəki fermerlərin qarşılaşdığı çətinliklər yalnız onların deyil, bütövlükdə ölkənin iqtisadi inkişafını təsir edən amillərdəndir. Gələcəyə doğru atılan addımlarda fermerlərə daha çox diqqət yetirmək, onların zəhmətini dəyərləndirmək və su resurslarına dair tədbirləri gücləndirmək vacibdir. Ancaq beləlikdə pambıqçılıq sahəsinin inkişafı üçün optimal şərait yaradıla bilər. Ətraflı məlumatı biraz da sahibkarların özündən dinləyin. Kənd təsərrüfatı çox baxımsız vəziyyətdə. Çox baxımsız vəziyyətdə. Yəni proqramlaşma yoxdur ki, deyirlərim qarpızı əkir 100 gələn ziyan elir, qaydır əkir, olmur. Bir ili olur 10 qəpik, bir ildə olur 1 manat, 50 qəpik kilosu. Elə iş olur, elə proqramlaşma olmalıdır, proqram üzrə işləməlidir. Taxıl qalxdı bir ili oldu 65 qəpik, indi içində 35 qəpiyə sata bilmir. Elə iş var. Həm bəli. Qiymət baha olan ilinin obrisini hamı gedir taxıla, obrisini görsən qiymət düşdü 30 qəpiyə. Reportajı hazırladı Access TV1 kanalı rəhbəri İlham Müzəffəroğlu, səsləndirmədə Aygün Qərib qızı Ağcabədi.